Türməyə nə görə düşdün, həbs olundun? Türməyə 2 dəfə düşmüşəm, ikisində də dost olan mövzuatında. Gediblər, oğurluq ediblər. Biri olub Azadlıq metrosunda, ən birinci dəfə tutulanda dostumuzu gözləyirdik. O gələcəkdi. Mənim telefonum yox idi üstündə, evdəydi. Dostum dedi ki, gələn uşağın nömrəsini yığaq, bir dənə telefon tap. Metrodan bir qaqaş çıxdı, yaxınlaşdı, bir dənə telefonu ver mənə. Bir adam vardı, onu yığım, o gələsidir yanımıza. Heç qaqaş sağ olsun verdi. Götürdü, yığdım. Dedim, gələ danış, gör haradadır, gəlsin də. Qulağını dibinə qoyar, telefonu danışa-danışa qaçar. Qaçdı, çıxdı, getdi. Üstündən bir yarım saat 40 dəqiqədə telefon yiyəsi yandı da, gedin alırdı. Bu da uşaqdır. Aytın ki, qaqaş bu gəlmir, yəqin telefonu da oğladır da. Bu gedək, mən sən evdə varım, sənin telefonun yaxşısından da var. Onda 5 əslər tezə çıxmışdı. Ondan verim sənə, ya təzəsini alın verim də. Sənin üçün nə fərqi var? Dedi, yox, indi nə var, mənə telefonumu verilməz. Gördüm, yox, qaqaş, bu mənə başa düşəsidir. Bunu tələbim qaçdı. Üstündən bir xeyli vaxt keçdi, bir ilə yaxın vaxt keçdi. Mən bu telefonu aparmışaq, qız qaçdı.